Ermənistanın Nəqliyyat Nazirinin açıqlaması o yöndə idi ki, Tramp yolu ilə bağlı işlər gedir, ancaq hələ ki detallar o qədər də bəlli deyil. Bu yolla bağlı Rusiyanın da mövqeyi var. Bir qədər öncə anonsumuzda da izlədiniz ki, bəli, Rusiyada Ermənistandan cavab gözləyir, nəticə gözləyir Birləşmiş Ştatların verdiyi qərara əsasən. Yəni sonda Rusiya hansı formada Ermənistana təsir edəcək ya da ki, müdaxilə edəcək Tramp yolu ilə bağlı hansı məqamda, bunu bir qədər müzakirə edək. Studiya qonağımız var, siyasi şərhçi Mübariz Göyüşlü həmsöhbətimizdə. Xoş gəlmisiniz Mübariz bəy. Salamlayıram, hər vaxtınız xeyir. Başlayaq elə Tramp yolu ilə bağlı Nəqliyyat Naziri dedi ki, bəli, işlər gedir, danışıqlar aparırıq, ancaq hələ ki o mərhələyə gəlib çatmamışıq ki, yekun bir açıqlama verək. Bunun fonunda Rusiyanın da mövqeyini istəyirəm bir qədər müzakirə edək. Çünki Rusiya da Ermənistandan cavab gözləyir. Nə olacaq bunun axırı? Yəni Rusiyanın əslində Tramp yolu ilə bağlı gözlədiyi məqam nədir ki? Yəni hansı qərar verəcək ki? Təşəkkür edirəm. Maraqlı bir qeydlərə toxunursunuz. Tramp yolu ilə bağlı məsələ açıqlanan kimi zaten Rusiyadan cavab olaraq bəyan edildi ki, biz bu məsələlərin detallarını öyrənmək istəyirik. Detallarını öyrəndikdən sonra buna münasibətimizi bildirəcəyik yekun olaraq və mövqeyimizi ortaya qoyacağıq. Və bu açıqlamadan sonra bir neçə gün bundan əvvəl Rusiyanın Ermənistandakı səfiri də Sergey Kopırkin də eyni şeyi təkrarladı ki, biz Tramp yolunun mahiyyətini, yəni bu necə olacaqdır, hansı şərtlərlə, hansı qaydalarla olacaq, bu məsələləri öyrənmək istəyirik və Rusiya bu məsələlərdən sonra fikrini və mövqeyini ifadə edəcəkdir. Mən düşünürəm ki, Rusiya bu yeni situasiyanın onun maraqlarına ziyan olub-olmadığını, hansı formada bu Tramp yolunun, indi biz bunun əsl, belə deyək də, doğma adı ilə Zəngəzur yoludur. Yəni bunun hansı şərtlərlə Amerika şirkəti istifadə edəcəksə, hansı şərtlərlə istifadə edəcəkdir. Rusiyanın məsələləri necə olacaqdır? Bu yoldan Rusiyaya aid yüklərin keçməsi məsələsində bir problem olacaqmı, olmayacaqmı? Görünür ki, bu məsələləri dəqiqləşdirmək istəyir Rusiya tərəfi. Xüsusən bunu Ermənistanla danışılacaq bir məsələdir. Çünki Tramp yolu məhz Ermənistan bu yolun Ermənistana düşən hissəsinə aiddir. O 42 kilometr səhv etmirəmsə, məhz o əraziyə aiddir. Bunda bu sualları da Ermənistan cavablandırmalıdır. Hər halda bir müzakirələr yəqin ki, başladacaqlar və yaxud başladıblar. Bir bu məqamı mən düşünürəm ki, Rusiya öyrənmək istəyir. Digər bir məqam da Rusiya bu açıqlamaları ilə Paşinyanı biraz təzyiq altında saxlamaq istəyir. Bir qədər Paşinyan əleyhdarı olan qüvvələrə sanki ürək-dirək vermək istəyir ki, Rusiya hələ də buradadır. Yəni, narahat olmayın. Əgər Paşinyana qarşı hər hansı bir addımlar atmaq istəsəz, çevriliş etmək istəsəniz, müəyyən dəstəkləri verə bilərik kimi sanki bir fikir də hiss olunur. Amma mən daha çox birinci məqama, yəni düşünürəm ki, birinci məqama köklənirəm. Düşünürəm ki, Rusiya tərəfi bu yolun hansı şərtlərlə istifadə olunacağını və bu məsələdə Rusiyanın maraqlarına zərbə vurulub-vurulmayacağını Ermənistandan dəqiqləşdirmək istəyir. Bu arada Averçukdan da bir açıqlama var. Hansı ki, Azərbaycan məhz Rusiya məhsullarının Azərbaycandan istifadə edilərək Ermənistana çatdırılması məsələsində də bir razılıq verdiyini dedi. Belə bir açıqlama verdi və tərəflərdən razılığa gəliblər deyə. Nəzərə alsaq ki, bundan öncəki digər bir qadağan da məhz Azərbaycan aradan qaldırılmışdı. Görünür ki, burada Ermənistan üçün düzdür, müsbət bir addımlar atılır. Həmçinin də Rusiya tərəfdən, yəni Rusiya da bunda bir növ maraqlıdır. Amma xatırlayırsınız, elə Kopırkinin belə bir açıqlaması var idi ki, tərəflər arasında düzdür, Trip yolu ilə bağlı məqamlara biz qərar verəcəyik, daha doğrusu münasibət bildirəcəyik deyildi, deyilməyin. Ancaq razılaşdırılmamış, bəzi həllini tapmamış müəyyən bir məsələlər də var deyə açıqlamasında vurğulamışdı. Yəni, Rusiyanı sizcə bu məsələdə narahat edə biləcək ya da ki, qane etməyəcək hansı məqam ola bilər? Əlbəttə, bu Zəngəzur dəhlizi ümumiyyətlə çox strateji bir yerdə yerləşir və Rusiyada daxil hər bir böyük dövlət istər ki, orada ya təsirini saxlasın, onun orada təsir imkanları olsun, hətta daha artığını istəyər ki, bütövlükdə ondan asılı olsun, yəni bu yoldan
istifadə məsələləri, qaydalarmı və digər şərtlər məsələsi. Mən düşünürəm ki, buna yol vermək olmaz. Bu dəhlizdən hər kəsin istifadə etməsinə, nəqliyyat logistika baxımından istifadə etməsinə şərait yaratmaq lazımdır. Ticarət, iqtisadi məsələlərdə, yəni xüsusilə də regional ölkədirsə, mütləq formada bir-birindən əlaqəlidir. Bəli, regional ölkədir. Cənubi Qafqazın iki aparıcı dövləti ilə birbaşa sərhəddə olan ölkədir. Cənubi Qafqazın problemlərində bu və ya digər formada aktiv iştirak edən ölkədir, təsir imkanları olan ölkədir. Yəni Rusiyanın da burada ticarət, iqtisadi baxımından iştirakını dəstəkləmək lazımdır. Yəni nə qədər çox bu yol ticarət, iqtisadi baxımdan istifadə olunarsa və nə qədər az siyasi təsir elementinə çevrilərsə, bundan bütün region və hətta dünya da bundan uduşlu çıxa bilər. Təəssüf ki, hələ ki məsələdə daha çox siyasi məqamlar belə deyək də üstünlük təşkil eləyir. Yəqin ki, elə həm də ona görədir ki, indiyə qədər Ermənistan bu Zəngəzur dəhlizini istifadəyə verməyibdir, istifadəyə verə bilməyibdir. Mən düşünürəm, tərəflər bir stol arxasına əyləşib, Rusiya ilə Ermənistanı nəzərdə tuturam, bir müzakirə aparıb ortaq məxrəcə gələ biləcəklər yəqin ki. Bu məsələdə düzdür. Görək, ümumiyyətcə, Rusiyanı da Ermənistan qane edə biləcəkmi açığı bu məqamda. Bu arada Ermənistanın İqtisadiyyat Nazirindən Gevor Papayandan bir mövqe var. Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı ki, bu məsələ ölkə iqtisadiyyatına təsirlərini araşdırır deyə Ermənistan hökuməti və hazırda hökumət sərhədinin açılmasının ticarət dövriyyəsindən göstərəcəyi təsiri, hansı malların idxal və ixrac edilə biləcəyini, eləcə də iqtisadi əlaqələrin potensial istiqamətlərini qiymətləndirir. Bu dəfə biz sərhədin açılmasının ticarət dövriyyəsindən necə təsir göstərəcəyini, hansı məhsulların idxal olacağını araşdırmışıq. Biz öyrənirik, hələ ki bu məsələ üzərində işlər davam edir deyə Ermənistanın İqtisadiyyat Nazirinin bir açıqlaması var. Bunun özü də böyük bir potensialı varmı Ermənistan üçün? Yəni bir gələcək vəd edirmi? Əlbəttə ki, sərhədlərin açılması məsələsi. Elə daha çox götürəndə elə Ermənistana sərf edir. Ermənistana faydalıdır bu məsələlər həm də. Çünki blokadada qalan kiçik bir dövlət idi və bundan çox böyük Ermənistan iqtisadiyyatı zərər görürdü. Amma bir məqamı deyim, əlbəttə iqtisadi əlaqələr, ticarət əlaqələri qurulması, silahların danışmağındansa iqtisadi əlaqələrin olması, ticarət əlaqələrinin olması, stol arxasında müzakirələrin, görüşlərin keçirilməsi daha faydalıdır. Amma bir məqam var da, Ermənistan bu çalışmalarla sülh sazişinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiya məsələlərini və ən əsas məsələ konstitusiyaya bağlı ana sənədində Azərbaycana iddia məsələlərini, hələ mən onun gerbində və digər məsələlərində Türkiyəyə olan ərazi iddialarını qeyd eləmirəm. Yəni bu məsələləri aradan çıxartmağa çalışmamalıdır. Yəni bunlar gündəmdə olmalıdır bu məsələlər. Amma bəli, dünənki açıqlamasında biz bunun əksini gördük. Yəni deyirlər iqtisadi əlaqələr quraq, amma bu məsələlər müzakirə olunması. Bəli, hələ ki müzakirə ola bilsin ki, həm də cəmiyyətdəki gələcək reaksiyalardan bir növ çəkinirlər. Çünki Paşinyanın hələ ki düşməni bir deyil. Nəzərə alsaq kilsə var, müxalifət var, sabiq prezidentlər var və bunların hər birinin arxasında dayanan bir Rusiya var. Yəni, ola bilər ki, bir də erməni cəmiyyətini özünə qarşı qaldırmaq istəmir. Elə danışmışkən Ermənistanın bir daxilindəki vəziyyətə də toxunaqmı? Xüsusilə də elə kilsə, sabiq prezidentlər dünən açıqlaması oldu ki, mən parlament seçkilərində baş nazirliyə namizədliyimi irəli sürəcəm deyə ona dəstək verən, onu bu qədər dırnaqarası cəsarətləndirən sizcə Rusiyadırmı? Daxildə düzdür, yəni aksiyalar falan keçirilir, amma belə ümumən baxanda Paşinyan hələ ki vəziyyətə nəzarət edə bilir və sizin dediyinizlə razılaşıram o mənada ki, əgər həqiqətən də Paşinyan konstitusiya dəyişikliyi və digər məsələləri daxildəki gərginliyə görə etmək istəmirsə, bunu gözləmək olar. Yox, növbəti bir erməni hiyləgərliyidirsə, bu məsələlərə təbii ki, Azərbaycan tərəfi uzun müddət gözləyəsi deyil. Yəni, düşünürsünüzmü ki, bu qədər addımdan sonra belə bir addımı atar? Səhv bir addımı atar? Biz Ermənistandan nələr görməmişik ki, bu 30 ildə, 40 ildə, yəni erməni kilsəsi, erməni diasporası, Daşnaqstun, radikal qruplar hər zaman verdikləri qərarla erməni xalqının və dövlətinin əleyhinə olan qərarlar olub. Nədir o torpaqların işğal olunması, blokada
belə deyək, o işğalda saxlamaq və s. və mənasız erməni soyqırımı iddiaları, yəni bu qərarı verən erməni cəmiyyəti olubdur. İndi deyək ki, erməni cəmiyyəti tamamilə sağalıbmı, tam olaraq inanmaq olmur. Amma atılan addımları mən təqdir edirəm. Bugün üçün Paşinyanın atdığı addımları təqdir edirəm. O ki, qaldı kilsə ilə bağlı məsələlərdə. Əlbəttə, indi bunun arxa fonunda görünür ki, Paşinyan bu məsələləri qarşıdan gələn seçkilərə görə edir ki, rəqiblərini zəiflətsin. Arxa fonda bu məsələlər görünürsə də, ön planda olan kilsənin elədiyi en qədər qanunsuzluqlar var, qanunsuz əməllər var. Diasporanın erməni xalqından uzaqlaşması, erməni xalqının diasporasında uçurumun yaranması var. Radikal qrupların, eks-prezidentlər olsun, Daşnaqüstün partiyası olsun, radikal qrupların Ermənistan cəmiyyətini, xalqını, dövlətini müsbət bir yerə aparmadığı, normal bir yerə aparmadığı da bəllidir. Yəni artıq cəmiyyət bu məsələlərə qarşı çıxır. Ona görə də Paşinyan hələ ki, məhz bu kilsənin qanunsuzluğu ilə bağlı məsələləri, faktları irəli sürdükcə, onlar da buna cavab verə bilmirlər. Yəni, həqiqətən də katolikos daxil Paşinyanın səsləndirdiyi faktlar realdır. Yəni, Paşinyan argumenti daha güclüdür, argumenti güclüdür, onlar da cavab verə bilmirlər və cəmiyyət də onlara dəstək vermir. Artıq Paşinyan yavaş-yavaş kilsəni də və ətrafını təmizləməkdədir. Yəni, bir məqam üzr istəyirəm, ola bilər burada Paşinyana qarşı bugün üçün gedən situasiyanı dəyərləndirsək, bugün Paşinyanın güclü mövqeləri görünür, amma bir məqam var ki, əgər fiziki terror, hər hansısa bir terror müdaxiləsi olmazsa, həyatına suiqəst məsələləri olmazsa, bu gedişatla Paşinyan rəqiblərindən üstün mövqelərdə dayana biləcəkdir. Bu arada növbədən kənar bir parlament seçkisinin olma ehtimalı da bugün erməni mediasında səsləndirildi. Hətta seçki qərargahının rəhbəri onun müavininin seçildiyini də dedi. Hətta yəni Paşinyan artıq müəyyənləşdirib həmin şəxsləri, avtomatik olaraq da buradan bir nəticəyə gəliblər ki, ola bilsin ki, daha tez oldu. Yəni parlament seçkisi, yəni növbədən kənar oldu. Ehtimal verirsinizmi, amma yoxsa düşünürsünüzmü ki, Paşinyan hələ əlini gücləndirəcək o vəziyyətə gəlib çıxmayıb? Nəzərə alsaq ki, kilsəni zəiflətməlidir, sabiq prezidentləri bir növ tamamilə sıradan çıxarmalıdır, müxalifəti. Yəni gedərmi? Mümkündür. O halda ola bilər ki, seçkiləri növbədən kənar edib qabağa çəkməklə rəqiblərini qəfil yaxalamağa çalışmaq, beynəlxalq aləmdə onların dəstəyini minimuma indirmək və qəfil zərbə ilə bu seçkilərdə öz xeyrinə nəticələr əldə etmək. Əgər Paşinyan hakimiyyəti üçün çox ciddi təhlükə hiss edərsə, mən belə düşünürəm, və öz, belə deyək də, hakimiyyət durumu ilə bağlı problemli məqamlar o həddə gələ bilərsə ki, onu hətta hakimiyyətdən devirə bilmək məsələsi çıxarsa ortaya, o zaman o növbədən kənar seçkilərə gedə bilər ki, rəqiblərini tam olaraq qəfil yaxalayıb bu nəticələri əldə eləsin. Yenə deyirəm, bugün üçün o məsələlər hələ ki görünmür və bildiyim qədərin gələn ilin iyun ayına səhv etmirəmsə müəyyənləşdiriblər. Ona doğru da Paşinyan addımlayır, hərəkət eləyir. Düzdür, təbii ki, gah Ermənistandan, gah Azərbaycan-Ermənistan münasibətindən danışırıq. Təbii ki, mövzular üzərindən bir növ dəyişməyimiz də normaldır deyə düşünürəm. Mirzoyanın açıqlamaları dünəndən etibarən gəlməyə davam edir. Bugün də bir mövqe oldu ki, platformalaraq təbii ki, bildiyiniz kimi 3+3 platforması təklif olunmuşdu. Bir müddət bir növ bu haqda çox da danışılmadı. Çünki Azərbaycan-Ermənistan Vaşinqtonda bir razılıq əldə elədi. Yenidən gündəmə gətirdi Mirzoyan bu məsələni. Bunun niyəsini sizdən soruşacağım ki, iki tərəfli əgər danışıqları biz öz aramızda həll eləyə biliriksə, ki, həll eləmişik də kifayət qədər müəyyən bir ciddi məsələləri deyə biləcəyimiz, niyə yenidən Ermənistan tərəfdən bu platformanın gündəmə gətirildi və dediyinə görə ya Ermənistanda, ya da Azərbaycanda keçirilsin? Hətta Azərbaycanla bunu danışırıq dedi. Yəni, müzakirə edirik bu məsələni. Bunda Ermənistanın özü mü maraqlıdır, yoxsa elə qarşılıqlı olaraq mı maraq var, yoxsa Ermənistanı buna məcbur edən tərəf var? Tərəf dediyim bu Rusiya ola bilər, İran ola bilər. Çox maraqlı məqama toxundunuz. Mən hesab edirəm ki, bu 3+3 formatı Cənubi Qafqazın sülh və sabitlik məkanına çevrilməsini hədəfləyən əsas platformalardan biridir və birincisidir.
Çox yaxşıdır ki, Azərbaycan bu təkliflə çıxış elədi və çox müsbətdir ki, Ermənistan da Azərbaycanın çıxış elədiyi bu təkliflə razılaşır. İndi qalır burada detalları məsələsi. Yəni görüş Bakıda keçirilsin, İrəvanda keçirilsin və Bakıda keçirilərkən Ermənistan tərəfinin iştirakı, İrəvanda keçirilərkən Azərbaycan tərəfinin iştirakı məsələləri, bunlar artıq detallardır. İndi orada deyirsə ki, Azərbaycanla bunu müzakirə etmişik, ola bilər. Yəni, yüksək səviyyəli siyasi diyaloq var Azərbaycanla Ermənistan arasında, hətta birbaşa ikili diyaloq da var. Mən bunu çox müsbət qiymətləndirəm. İki tərəfin vasitəçilərsiz görüşləri məsələsini. Bu görüşlərin hər hansısa birində də bu müzakirə oluna bilər. Ermənistan da Azərbaycanın təklif etdiyi bu platformaya razılaşa bilər, yəni dəstək vermək anlamında, fəal iştirak eləmək anlamında. O ki, qaldı hansı ölkənin paytaxtında keçirilməsi məsələsi, bu bir qədər həssaslıq daşıyan məsələdir. Yəni, biz uzun müddət düşmən durumlarda olmuş ölkələrik. Azərbaycanla bağlı problem yoxdur. Azərbaycan Bakı şəhərində və ya digər şəhərlərində beynəlxalq tədbirlərdə ermənilərin gəlməsini, iştirak etməsini hər zaman yüksək səviyyədə təmin edibdir. Heç bir təhlükəsizlik məsələsi problem olmayıbdır. Amma biz İrəvanla, Ermənistanla bağlı bunu söyləyə bilməliyik. Həm də mən yenə qayıdıram o məsələyə. Hələ bizim aramızda sülh sazişi imzalanmayıb, paraflanıbdır. Böyük bir mərhələni keçmiş, amma sülh sazişi imzalanmayıbdır. Belə situasiyada yüksək səviyyəli rəsmilərin Bakıda və İrəvanda olması mən bir qədər hesab edirəm ki, Mirzayanın da sözü o yöndədir ki, bəli, sülhü paraflamışıq, irəli addım atmışıq, ancaq bu bir növ həssas məsələlər var, bir növ ciddi məqamlar var, hələ ki biz onu aşmamışıq deyə. Əslində bu mövzunu açmağımın əsas məğzi nədir, qayəsi nə idi? Yəni bu işin bir əmmasını istəyirəm biraz danışaq, Mübariz bəy. Biz Ermənistanla nələrsə razılaşdırdıq. Amma Rusiyanın mövqeyi biraz fərqli idi Vaşinqtondakı görüşdən sonra. Sonuncu nümayəndəsi, səhv xatırlamıramsa, Kapırkin ilə mövqeyi ola bilər. Tərəf olaraq, platform olaraq Moskvanı təklif elədi ki, sülh müqaviləsinin imzalanması məhz orada olsun deyə. Yəni, görünür, bir növ Vaşinqtondan sonraki bir addımı da atmağı istəyir Rusiya. İranın da dəhlizlə bağlı mövqeyini biz uzun müddətli bilirdik. Düzdür, son vaxtlar biraz dəyişdi, biraz yumşaldı deyə bilərik. İndi biz iki tərəfli məsələni yaxşı, sakit deyə biləcəyimiz, Azərbaycanın tələbi ilə irəlilədiyini görə bilirik. Bu 3+3 platformasında bu yolu, istiqaməti dəyişməyə çalışanlar var. Rusiya və İranı nəzərdə tuturam. Təbii ki, Türkiyənin mövqeyi bəllidir. Gürcüstan onsuz da iştirak etmir. Belə olan halda daha çox gərginləşdirmirikmi? Əgər 3+3 platforması olsa? Əksinə mən düşünürəm ki, 3+3 platforması gərginlikləri aradan qaldırmağa hesablanıbdır. Hərgah 3+3 deyil, burada 3+2-dir. Yəni Gürcüstan Rusiyanın onun torpaqlarını işğal eləməsinə əsas gətirərək bu platformada iştirak etmir. Yəni bu şərt kimi irəli sürüb bu məsələləri. Amma istənilən halda heç Azərbaycanla Ermənistan arasında da belə bir situasiya yaranacağını bəlkə 10 il əvvəl təsəvvür eləmək mümkün olmazdı. Yəni indi deyə Rusiya burada təklif eləsə platforma kimi 3+3 formatında ya Xarici İşlər Nazirləri səviyyəsində bir görüş oldu və təklif elədi ki, platforma Moskva olsun. Nəticə olaraq Birləşmiş Ştatlardan reaksiya gəlməyəcəkmi ki, sülh müqaviləsini Vaşinqtonda paraflayıbsınız, sülhün imzalanması, sənədin imzalanması niyə Moskvada olsun? Çox maraqlı məsələdir. Mən hesab edirəm ki, Vaşinqtonun mövqeyinin nədən asılı olmayaraq, mən düşünürəm ki, bu sülh sazişinin Moskvada imzalanmasına gərək yoxdur. Çünki bu problemin yaranmasının hər şeyi öz adı ilə çağırmaq lazımdır. Cənubi Qafqazda bu münaqişələrin yaranmasının bir mənalı səbəbkarı və günahkarı Rusiyadır. İndi Ermənistan onun fitvasına uyaraq bu məsələlərə gedibdir, öz qonşusu ilə, digər güclü qonşusu ilə özünü düşmən eləyib, blokadaya salıbdır, bu başqa bir məsələdir. Amma bu problemi yaradan, bir neçə əsrdir ki, bu problemi yaradan Rusiyadır. Yaradan dövlətin paytaxtında bunun imzalanmasını şəxsən mən heç istəmərəm və düşünürəm ki, bu alınası məsələdə deyil. Ondansa, belə deyək də, niyə bu Ankarada imzalanmamalıdır? Nə problem var ki burada? Niyə bu məsələ Astanada imzalanmamalıdır, Qazaxıstanda?
Və yaxud da ki, lap belə bu şəkildə deyək, Azərbaycan regionun ən güclü dövlətidir və Cənubi Qafqazdan da cavabdeh olan dövlətdir. Və artıq fikir verirsinizmi, Ermənistan Azərbaycanın yanında dayandıqca problemlərini həll etməkdədir. Bəli. Biz də məhz bunu nəzərdə tuturduq. Xəyali olaraq deyək, yəni son illərdə hansı xəyallarımız gerçəkləşməyib ki, Qarabağla bağlı, buyursunlar Bakıda imzalayaq bu məsələni. Təşəkkür edirəm Mübariz bəy, təqdirləriniz üçün. Siyasi şərhçi Mübariz Göyüşlü ilə həm söhbət olduq bir neçə dəqiqə ərzində. İrəvandan gələn açıqlamalar var idi. TRIP layihəsi ilə bağlı Ermənistanın Nəqliyyat Nazirinin açıqlaması ki, Birləşmiş Ştatlarla danışırıq, ancaq detalları hələ açıqlamırıq deyə. Digər bir tərəfdən Avropa Parlamentindən də bir növ irad gəldi. Ermənistandakı daxili vəziyyətə görə bir növ erməni hakimiyyətinin məhz müxaliflərə göstərdiyi təzyiqlə bağlı və təbii ki, regiondakı münasibətlər, qarşılıqlı əlaqələr üzərindən bir qədər danışdıq.